Hər vaxtınız xeyir olsun. Real komandası Antalyadan ən son informasiyaları çatdırmaqda davam edir. Qeyd edeyim ki, aprelin 11 və 13 tarixlərindən etibarən Antalyada keçirilməsi artıq ənənə halını almış. 4-cü Antalya diplomatiya forumu öz işinə başlayacaq və ayın 13-də isə artıq foruma yekun vurulacaq və yekunu ilə əlaqədar olaraq da konkret sənədlərin və qarşılıqlı maraq doğuran müqavilələrin, eləcə də müzakirələrin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edeyim ki, bu forum həm də Türkiyənin Davos formatına bənzəyir. Bunu bu şəkildə də adlandırırlar. Bunun əsas başlıca səbəblərindən biri isə beynəlxalq müstəvidə dünya ölkələrini narahat edən və onları maraqlandıran əsas mövzularla bağlı konkret həllərin ortaya qoyulması, eləcə də masaya gətirilmiş müzakirə predmetləri ilə əlaqədar olaraq da müəyyən nəticələrə gəlinməsidir. Məhz bunun təzahürüdür ki, beynəlxalq forum həm də rəsmi Ankaranın timsalında Türkiyənin beynəlxalq problemlərin, eləcə də məsələlərin müzakirəsindəki yeri və rolunu bir daha aktuallaşdırır. Qeyd edelim ki, tədbirlə əlaqədar olaraq Türkiyəyə ümumilikdə 240 ölkədən təmsilçilər təşrif buyuracaqlar. Antalyada keçirilməsi nəzərdə tutulan bu forumda iştirakçılar arasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, eləcə də vitse-prezident 1-ci xanım Mehriban Əliyeva da yer alacaq. Onlardan yanaşı isə yüksək rütbəli hökumət və dövlət məmurlarının iştirakı da nəzərdə tutulub. Qeyd edelim ki, Azərbaycanın bu müstəvidəki maraqları təkcə iki ölkənin strateji müttəfiqliyi kontekstindən izah olunmur. Həm də bu qardaşlıq və inkişafı yüksələn xətt üzrə davam edən təşəkkül tapmış münasibətlər sferası kontekstindən də izah edilir. Bu tədbirlə əlaqədar olaraq Ermənistandan da rəsmi nümayəndələr bura təşrif buyuracaqlar. Onlar arasında Ermənistanın Xarici İşlər Naziri Ararat Mirzoyan, eləcə də Milli Assambleyanın vitse-prezidenti Ruben Rubinyan da iştirak edəcəklər. Bu isə dolayısıyla Cənubi Qafqaz regionunda rəsmi Bakının atmış olduğu müsbət meyllərə, addımlara rəğmən rəsmi İrəvanın konstruktiv cavab reaksiyaları verməməsi kontekstindən də regional sülh və sabitliyi ilə bağlı konkret mövzuların müzakirəsinin həyata keçiriləcəyi siqnalını verir. Bununla yanaşı dünyanın qlobal məsələləri, müharibə ocaqları ilə bağlı da son tendensiyalar gündəmə gətiriləcək. Bunlar arasında Yaxın Şərq coğrafiyası da önəmli rol daşıyır. Şərqi Avropa coğrafiyası, Rusiya-Ukrayna münaqişəsi ilə bağlı da konkret həllər təklif olunacaq və görək artıq forum çərçivəsində artıq forumun işini bitirməsinə doğru irəliləyən günlərdə də bununla bağlı konkret bir nəticə əldə olunacaqmı? Bu barədə də Real komandası olaraq izləyicilərimizə ən son informasiyaları çatdırmaqda davam edəcək. Forum sabah saat 10-11 radələrindən etibarən öz işinə start verəcək. Açılış nitqini isə ənənəyə sadiq qalaraq Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan səsləndirəcək. Real komandası olaraq gedişatı izləməkdəyik. Ən son informasiyalardan sizi və izləyicilərimizi məlumatlandırmağa çalışacağıq. Sözü isə hələlik studiyamıza ötürürəm.